Pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri onları saracaqdır. Onlara deyiləcəkdir: siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, biz də bugün sizi unudacağıq. Sizin məskəniniz cəhənnəmdir. Sizə kömək edənlər də olmayacaqdır. Bu, ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz. Dünya həyatı sizi aldatmışdı. Bugün onlar cəhənnəmdən çıxarılmayacaq və onlardan Allahı razı salan heç bir üzrxahlıq qəbul olunmayacaqdır. Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun. Göylərdə və yerdə böyüklük yalnız ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. Rəhman və Rəhim olan Allahın adı ilə. Ha-Mim. Kitabın nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir. Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər qorxudulduqları şeylərdən üz döndərdilər. De, mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərdə bir şərikliyi var? Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl sizə nazil olmuş bir kitab, yaxud elmdən qalan bir şey gətirin. Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox azmış kim ola bilər? Halbuki bunlar onların ibadətindən xəbərsizdilər. İnsanlar məhşərə toplanacaqları zaman, bunlar, bu bütlər onlara, müşriklərə düşmən olacaq və onların ibadətini inkar edəcəklər. Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda, kafirlər özlərinə gələn barəsində bu aşkar bir sehirdir deyirlər. Yoxsa onlar onu uydurmuşdur deyirlər. De, əgər mən onu uydurmuşamsa, siz məni Allahdan qurtara bilməzsiniz. O sizin Quran barəsindəki dedikodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda onun şahid olması kifayətdir. O bağışlayandır, rəhm edəndir. De, mən peyğəmbərlərin birincisi deyiləm. Mənimlə və sizinlə nə edəcəyini bilmirəm. Mən yalnız mənə vəhy olunana tabi oluram. Mən ancaq açıq-aşkar qorxudan bir peyğəmbərəm. De, bir deyin görək, əgər bu Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid, onun özü kimisi ilə şəhadət verib iman gətirsə və siz təkəbbür göstərsəniz, zalım olmazsınızmı? Allah zalımları doğru yola müvəffəq etməz. Kafir olanlar iman gətirənlər barəsində deyirlər. Əgər yaxşı bir şey olsaydı, bu işdə bizdən qabağa düşə bilməzdilər, iman gətirərdik. Onlar Quranla doğru yola gəlmədikləri üçün, bu köhnə yalandır deyəcəklər. Onlardan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabı var idi. Bu, Quran ərəb dilində təsdiq edən, zalımları qorxutmaq və yaxşı əməl sahiblərinə müjdə vermək üçün olan bir kitabdır. Şübhəsiz, Rəbbimiz Allahdır deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər. Belələri cənnətlikdilər. Onlar etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun daşınma və süddən kəsilmə müddəti 30 aydır. Nəhayət insan kamillik həddinə yetişib 40 yaşa çatdıqda belə deyər: Ey Rəbbim, mənə, həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükr etmək və sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver. Nəslimi əməli salih et, mən sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam. Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir. Ata-anasına, fu sizə, məndən əvvəl neçə-neçə nəsillər gəlib getdiyi halda, siz mənə dirildilib qəbirdən çıxarılacağımı mı vəd edirsiniz, deyən kimsəyə, valideynləri Allahdan mədəd diləyərək, vay halına, inan, Allahın vədi haqdır deyərlər. O isə, bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir deyə cavab verər. Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar doğrudan da ziyana uğrayanlardır. Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməz. Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün onlara belə deyiləcəkdir: Siz dünya həyatınızda bütün gözəl olan hər şeyi xərclədiniz, onlardan ləzzət aldınız. Bugün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və itaətdən çıxmış fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız.
Ad qövmünün qardaşını, Hudu da xatırla. Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib getmiş, Əhqafda olan qövmünə belə demişdi: Allahdan başqasına ibadət etməyin. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram. Onlar, sən bizi tanrılarımızdan döndərməyə mi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək deyə cavab vermişdilər. Hud demişdi: Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm. Onu vadilərinə tərəf üst tutub gələn bir bulud şəklində gördükləri zaman, bu bizə yağış yağdıracaq buluddur, dedilər. Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir. Bir küləkdir ki, onda şiddətli əzab vardır. O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər. Onlar səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq. And olsun ki, biz onlara verdiyimiz imkanı sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini bilə-bilə inkar edirdilər. Onları istehza etdikləri əzab sardı. And olsun ki, biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə imana qaydalar deyə, ayələri onlara təkrar-təkrar göstərdik. Bəs nə üçün Allahı qoyub, yaxınlaşmaq məqsədi ilə Tanrı qəbul etdikləri onlara kömək etmədi? Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda bir-birinə qulaq asın dedilər və Quran oxunub qurtardıqdan sonra qorxudanlar sifəti ilə öz qövmlərinin yanına qayıtdılar. Onlar dedilər: Ey qövmümüz, biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və düz yola yönəldən bir kitab dinlədik. Ey qövmümüz, Allahın carçısını qəbul edin və ona iman gətirin. Allah günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər. Allahın carçısını qəbul etməyən, yer üzündə qaçıb canını ondan qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar haqq yoldan azmışlar. Məyər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, o hər şeyə qadirdir. Kafirlər cəhənnəm oduna göstəriləcəkləri gün onlardan soruşulacaqdır. Məyər bu doğru deyilmi? Onlar, bəli, Rəbbimizə and olsun ki, doğrudur deyə cavab verəcəklər. Allah buyuracaqdır: Elə isə küfr etdiyinizə görə dadın əzabı. Ya Rəsulum, Peyğəmbərlərdən əzm sahibləri olanların səbr etdiyi kimi, sən də səbr et. Müşriklərə tez əzab gəlməsini istəmə. Onlar vəd olunduqlarını görəcəkləri gün, gündüzün ancaq bir saati qədər dünyada qaldıqlarını sanacaqlar. Bu bir xəbərdarlıqdır. Fasik bir qövmdən başqası da heç məhv edilərmi? Rəhman və rəhim olan Allahın adı ilə, kafir olanların və Allah yolundan döndərənlərin əməllərini Allah puç edəcəkdir. İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhammədə haqq olaraq nazil edilənə inananların isə günahlarının üstünü örtəcək, onların əhvalını düzəldəcəkdir. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa tabi olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir. Kafirlərlə döyüş meydanında qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət onları məğlub etdikdə, kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya məccani ya da fidyə müqabilində azad edin. Əmr budur. Əgər Allah istəsəydi, onlardan intiqam ala bilərdi. Lakin O, sizi biri-birinizlə imtihana çəkmək üçün vuruşmağınızı əmr etdi. Allah öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz. Allah onları doğru yola müvəffəq edəcək. Onların əhvalını düzəldəcəkdir və onları özlərinə tanıtmış olduğu cənnətə daxil edəcəkdir. Ey iman gətirənlər! Əgər siz Allaha, Allahın dininə yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabit qədəm edər. Kafirlərə gəldikdə isə, hamısı məhv olsun, onların əməllərini puça çıxardar. Bu, ona görədir ki, Allahın nazil etdiyini bəyənmədilər. Allah da onların əməllərini puç etdi. Məyər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri gözləyir. Ona görə ki, Allah iman gətirənlərin dostudur.
Kafirlərin isə dostu yoxdur. Allah iman gətirib yaxşı əməllər edənləri altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə dünyada səfa sürər, heyvan kimi yeyib içərlər. Cəhənnəm odu onların məskəni olacaqdır. Qövmünün səni çıxartdığı şəhərdən daha qüvvətli neçə-neçə şəhərlər var idi ki, biz onları məhv etdik və özlərinə bir kömək edən də tapılmadı. Məyər Rəbbindən bir dəlilə istinad edən kimsə, pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi? Belələri öz nəfslərinə uymuşlar. Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir. Orada dadı dəyişməyən sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məyər bunlar cəhənnəm odunda əbədi qalıb, bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi? Onların içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən bu saat nə dedi deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir. Doğru yolu tapanlara gəldikdə isə Allah onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər. Onlar ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasını mı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Onlara gəlib yetişdiyi zaman ibrət almaları onlara nə fayda verər? Ya Rəsulum, bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. Həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib dolandığınız yeri də, dayanıb duracağınız yeri də bilir. Möminlər kaş cihad barəsində bir surə nazil olaydı deyirdilər. Elə ki, möhkəm bir surə nazil olub, orada döyüş bildirildi. Qəlblərində mərəz olanların, sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün. Amma onlara daha çox yaraşardı. İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı. Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi? Onlar Allahın lənət etdiyi, qulaqlarını kar və gözlərini kör etdiyi kimsələrdir. Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? Doğru yol özlərinə bəlli olduqdan sonra dönənlərə şeytan dönüklüyü xoş göstərdi və onları tovlayıb yoldan azdırdı. Bu onların Allahın nazil etdiyini bəyənməyənlərə biz bəzi işlərdə sizə itayət edəcəyik demələrinə görədir. Allah onların sirlərini bilir. Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və Allaha xoş gedən şeyi bəyənmədiklərinə görədir. Elə buna görə də Allah onların əməllərini puç etdi. Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların kin-kidurətini zahirə çıxartmayacaqdır. Əgər biz istəsəydik, onları mütləq sənə göstərər. Sən də onları mütləq üzlərindən tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. And olsun ki, biz içərinizdəki mücahidləri və səbr edənləri ayırt edib bilmək üçün sizi imtihana çəkəcək və sizə dair xəbərləri də yoxlayacağıq. Şübhəsiz ki, kafirlər, Allah yolundan döndərənlər və doğru yolu özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların bütün əməllərini puç edəcəkdir. Ey iman gətirənlər, Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puça çıxartmayın. Kafir olanları, Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri şübhəsiz ki, Allah bağışlamayacaqdır. Buna görə də zəiflik göstərməyin və üstün gəldiyiniz zaman sülhə dəvət etməyin. Allah sizinlədir, o sizin əməllərinizi boş buraxmaz. Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və çəkinsəniz, o sizə mükafatlarınızı verəcəkdir. O, sizdən mal-dövlətinizi tamamilə sərf etməyi istəməz. Əgər Allah sizdən onun hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və o da kin-kudurətinizi zahirə çıxardar. Budur, siz Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə, içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz. Əgər ondan üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər. Rəhman və Rəhim olan Allahın adı ilə, həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik. Allah bununla sənin əvvəlki və sonraki günahlarını bağışlayacaq, sənə olan neymətini tamam kəmal edəcək
və səni düz yola müvəffəq edəcəkdir. Allah sənə yenilməz qələbə verəcəkdir. Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən O'dur. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah hər şeyi biləndir, hikmət sahibidir. Cihad əmri ona görədir ki, Allah mömin kişiləri və qadınları əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur. Cihad əmri həm də ona görədir ki, Allah onun barəsində bədgüman olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın. Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir. Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir. Həqiqətən biz səni bir şahid, bir müjdəçi və qorxudan bir peyğəmbər olaraq göndərdik ki, siz insanlar Allaha və onun rəsuluna iman gətirəsiniz, peyğəmbərə yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və Allahı səhər axşam təqdis edib şəninə təriflər deyəsiniz. Sənə beyyət edənlər şübhəsiz ki, Allaha beyyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim beyyəti pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər. Geri qalan bədəvi ərəblər sənə deyəcəklər, mal dövlətimiz və ailələrimiz başımızı qatdı. Allahdan bizim bağışlanmağımızı dilə. Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. De, əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər? Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır. Yoxsa siz elə güman edirsiniz ki, Peyğəmbər və möminlər bir daha öz ailələrinə qayıtmayacaqlar. Bu sizin ürəyinizə xoş gəlmiş və siz pis fikrə düşmüşdünüz və siz məhvə düçar edilmiş bir qövm oldunuz. Hər kəs Allaha və onun Peyğəmbərinə iman gətirməsə, bilsin ki, biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq. Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir. Siz qənimət əldə etmək üçün getdiyiniz zaman, səfərdən geri qalanlar deyəcəklər, qoyun biz də sizin arxanızca gələk. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De, siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur. Onlar deyəcəklər, xeyr, siz bizə paxıllıq edirsiniz. Xeyr, onlar özləri çox az qanan kimsələrdir. Səfərdən geri qalan bədəvi ərəblərə de, siz bir müddətdən sonra çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar. Əgər itayət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi üz çevirsəniz, sizə ağrılı-acılı bir əzab verər. Kora günah gəlməz, topalaş ilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itayət etsə, Allah onu altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə, onu şiddətli bir əzaba düçar edər. And olsun ki, ağac altında sənə beyyət etdikləri zaman Allah möminlərdən razı oldu. Onların ürəklərində olanı bildi. Onlara arxayınlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı. Həm də ələ keçirəcəkləri çoxlu qənimətlərə nail etdi. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir. Allah sizə çox-çox qənimətlər vəd buyurmuşdur. Siz onları əldə edəcəksiniz. Bunu isə sizə tezliklə verdi. Möminlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, insanların sizə qarşı uzanmış əllərini kəsdi. Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də vəd buyurmuşdur. Allah onları öz elmi ilə ehtiva etmişdir. Allah hər şeyə qadirdir. Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq. Özlərinə nə dost, nə də havadar tapacaqdılar. Allahın əvvəldən qoyduğu qayda qanun belədir. Sən Allahın qayda qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən. Sizi onlara qalib etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən O'dur. Allah sizin nə etdiklərinizi görəndir. Küfr edənlər də, sizin Məscid-ül-Hərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə gedib çatmağa qoymayanlar da məhz onlardır. Əgər Məkkədə tanımadığınız mömin kişi və qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı, Allah Məkkəyə girməyinizə izin verərdi. Amma Allah istədiyini öz mərhəmətinə qovuştursun deyə izin vermədi. Əgər onlar bir-birindən seçilib ayrılmış olsaydılar,
biz onlardan kafir olanları şiddətli bir əzaba düçar edərdik. Kafirlər öz ürəklərində cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları zaman Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq göndərmiş və onlara təqva kəlməsini xas etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir. And olsun ki, Allah Teala öz Peyğəmbərinin röyasının Çin olduğunu təsdiq etdi. Siz inşallah əminamanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscid-ül Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əlavə sizə tezliklə bir qələbə də bəxş edəcəkdir. Onu bütün dinlərdən üstün etmək üçün öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən O'dur. Allahın şahid olması kifayət edər. Muhammed Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana, qüvvətə gətirmiş. O da möhkəmlənib gövdəsi üstünə qalxaraq, əkinçiləri heyran qoymuşdur. Allahın bu təşbihi kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur. Rəhman və Rəhim olan Allahın adı ilə, ey iman gətirənlər, Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən Allah eşidəndir, biləndir. Ey iman gətirənlər, səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın. Yoxsa özünüz də bilmədən əməlləriniz puç olar. Həqiqətən Allahın Peyğəmbəri yanında astadan danışanlar o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtihana çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir. Ya Peyğəmbər, şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxunun ağlı kəsmir. Əgər onlar sən qarşılarına çıxıncaya qədər səbr etsəydilər, bu onlar üçün əlbəttə daha yaxşı olardı. Allah bağışlayandır, rəhm edəndir. Ey iman gətirənlər! Əgər bir fasik sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız. Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o bir çox işlərdə sizə uysaydı, siz əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itayətdən çıxmağa və asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır. Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah biləndir, hikmət sahibidir. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın itayətinə qaydana qədər vuruşun. Qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər. Həqiqətən möminlər qardaşdılar. Buna görə də iki qardaşınızın arasını düzəldin. Və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız. Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasik adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlardır. Ey iman gətirənlər! Çox zənnə gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin eybini arayıb axtarmayın. Bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. Həqiqətən Allah biləndir, hər şeydən xəbərdardır. Bədəvi ərəblər, biz iman gətirdik dedilər. De, siz iman gətirmədiniz, ancaq biz İslamı qəbul etdik deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Peyğəmbərinə itayət etsəniz, o sizin əməllərinizdən heç bir şey əskiltməz. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, sonra heç bir şək şübhəyə düşməyən,
Allah yolunda malları və canları ilə vuruşanlardır. Məhz belələri sadiq olanlardır. De, siz dininizi Allaha mı öyrədirsiniz? Halbuki Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Allah hər şeyi biləndir. Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De, müsəlman olduğunuzla mənə minnət qoymayın. Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah sizin nə etdiklərinizi görəndir. Rəhman və Rəhim olan Allahın adı ilə. Qaf, şanlı Qur'ana and olsun. Bəli, özlərindən qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər, bu əcaib bir şeydir. Məyər biz ölüb torpaq olduqdan sonra diriləcəyik? Bu qeyri-mümkün bir qayıdışdır. Həqiqətən biz yerin onlardan nəyi əskiltdiyini bilirik. Dərgahımızda hər şeyi hifz edən bir kitab vardır. Lakin onlara haqq gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq içindədirlər. Məyər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi? Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən meyvə yetişdirdiyimizi görmürlərmi? Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik. Sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları salxım-salxım, bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları bitirdik, bəndələrə ruzi olsun deyə. Biz o su ilə ölü bir məmləkəti cana gətirdik, qəbirlərdən dirilib çıxmaq da belədir. Onlardan əvvəl Nuh tayfası, Rəs əhli, Səmud qövmü təkzib etmişdi. Ad, Firon, Lut qardaşları, Əykə əhli və Tübbə qövmü, bunların hamısı peyğəmbərləri təkzib etdi və mənim də onlara vəd etdiyim əzab gerçəkləşdi. Məyər biz ilk yaradılışdan acizmi qaldıq? Xeyr, onlar yeni yaradılış barəsində şək-şübhə içindədirlər. And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də biz bilirik. Biz ona şah damarından da yaxınıq. Xatırla ki, insanın sağında və solunda əməllərini qeydə alan iki mələk oturmuşdur. Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən iki mələk vardır. Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan, bu sənin qorxub qaçdığın şeydir. Sur çalınacaqdır. Bu, vəd olunmuş gündür. Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir. Sən bundan qafil idin. Artıq bugün gözündən pərdəni götürdük. Sən bugün sərras görürsən. Yoldaşı deyəcəkdir. Bu yanımdakı hazırdır. Allah o iki mələyə buyuracaqdır. Atın cəhənnəmə hər bir inatçıl kafiri, xeyrə mane olanı, həddi aşanı, şəkk edəni, o kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə. Yoldaşı, şeytan və ya öz nəfsi deyəcəkdir. Ey Rəbbimiz, onu mən azdırmadım, fəqət o özü haqq yoldan çox azmışdı. Allah buyuracaqdır, mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim. Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə əbəs yerə zülm edən deyiləm. O gün biz cəhənnəmə doldunmu deyəcək. O isə yenə varmı deyə cavab verəcəkdir. Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. Bu, vəd olunduğunuz cənnətdir. O, Allaha tərəf hər bir qaydan, özünü günahdan qoruyan, Rəhmandan onu görmədən qorxan və Rəbbinin hüzuruna, haqqa dönmüş qəlblə gələn bəndə üçündür. Ora sağlıqla daxil olun. Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur. Biz onlardan əvvəl özlərindən daha qüvvətli, neçə-neçə nəsilləri məhv etdik. Onlar, görəsən can qurtarmağa bir yer varmı deyərək, ölkə-ölkə gəzib dolaşmışdılar. Şübhəsiz ki, bunda ağıl sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd nəsihət vardır. And olsun ki, biz göyləri, yeri və onların arasında olanları 6 gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi. Ya Peyğəmbər, artıq onların dediklərinə səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflərdi. Gecənin bir vaxtında və səcdələrdən sonra da onu təqdis et. Carçının yaxın bir yerdən car çəkəcəyi gün dinlə. O gün insanlar dəhşətli səsi doğrudan doğruya eşidəcəklər. O gün çıxma günüdür. Şübhəsiz ki, dirildən də, öldürən də bizik. Dönüş də bizim hüzurumuzadır. O gün yer onlardan ayrılıb parçalanacaq. Onlar sürətlə çıxacaqlar. O, bizim üçün asan olan həşirdir.
Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onlara zor edən deyilsən. Sən mənim təhdidimdən qorxanlara Qur'anla öyüd nəsiyyət ver. Rəhman və rəhim olan Allahın adı ilə, sovurub dağıdan küləklərə, yağış yüklü buludlara, asanlıqla üzüb gedən gəmilərə və ruzi bölən mələklərə and olsun ki, sizə vəd olunan həqiqətdir. Haqq hesab da labüddür. Cürbəcür ulduz yolları olan göyə and olsun ki, sizin sözləriniz müxtəlifdir. Ondan, Qurandan və ya imandan zatında dönüklük olan kimsə dönər. Məhv olsun yalançılar. O kəslər ki, cəhalət girdabına düşüb qafil olmuşlar. Onlar haqq hesab gününün nə vaxt olacağını soruşarlar. O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir. Onlara deyəcəklər, dadın əzabınızı, bu sizin tez tələsik gəlməsini istədiyiniz şeydir. Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar. Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr az yatırdılar. Səhərlər isə bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və yoxsulun haqqı var idi. Yerdə tam yəqinliklə inananlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır. Məyər görmürsünüz? Göydə də ruziniz və vəd olunduğunuz şey vardır. Göyün və yerin Rəbbinə and olsun ki, bu deyilənlər sizin danışığınız kimi həqiqətdir. İbrahimin möhtərəm qonaqlarının, mələklərin söhbəti sənə gəlib çatdımı? Onlar İbrahimin yanına gəlib salam verdikdə, İbrahim salamı alıb öz-özünə, bunlar tanımadığım kimsələrdir, dedi. O, ailəsinin yanına getdi və bir buzov kəsib qızardaraq gətirdi. Onu qonaqların qabağına qoyub, bəlkə yiyəsiniz dedikdə, onlardan qorxuya düşdü. Onlar, qorxma dedilər və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər. Zövcəsi çığır-bağır salıb, əlini üzünə çırparaq dedi, mən qoca, qısır bir qarıyam. Onlar, sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, o hikmət sahibidir, biləndir, dedilər.